Sizə nə qədər nağd pulunuz var? 5 manat olmalıdır. Zəhmət olmasa göstərin. Adı necə oldu? Kənan. Kənan. Kənan verilişimizə baxmısan? Əslində bir dəfə sosial mediada qabağıma çıxmışdı, amma belə tam belə Onda mən səni şərtlərlə tanış eləyim. Deməli, mən sənə 2 dənə sual verirəm. İkisinə düzgün cavab versən, 5 manat da bizdən qazanırsan. Və hər sualımızın 5 variantı var. A, B, C, D və K. K kamili, yəni mənim variantlarımdır. Diqqətlə qulaq as, düzgün cavab ola bilər. Və hər sual üçün 30 saniyə vaxtım var. Digər iştirakçılara da deyirəm bunu. Gözləmirlər, fikirləşmirlər. Amma sən də tələsmə. 30 saniyə vaxtım var. çalışdığım qədər. Necə? Çalışdığım qədər tələsməyəcəm. Həyəcan var? Var, düzün deyəcəm. Belə suallardan ki, mən həyecanlanıram. Başlayaq onda. Bol pul gətirər. Şah İsmail Xətai Uzun Həsənin nəyi olub? A. Əmisi oğlu, B. Nəvəsi, C. Qardaşı oğlu, D. Oğlu, K. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Nəvəsi olub onun. Nəvəsi? Bəli. Son qərarındır? Bəli. Hələ onun Uzun Həsənin qızı səhv eləmirəmsə Alman xatını idi. Onda anası olub və Xətayda onun nəvəsi sayılır. Qeyd alaq onda bu cavabı.